Elə qadınlar var ki, vaxtım yoxdur deyə özlərinə baxmırlar, saçlarını daramırlar, üzlərinə bir damla krem belə vurmurlar. Güzgünün yanından ötüb keçirlər. Sanki orada bir qadın yox, sadəcə bir kölgə dayanıb. Deyirlər ki, uşaq var, ev işləri çoxdur, yorğunam. Kimə baxım, nəyə baxım? Amma mən sənə bir söz deyim, bu sadəcə vaxtsızlıq deyil. Bu özünü sonuncu yerə qoymaqdır. Özünü unudursansa, həyat da yavaş-yavaş səni unudur. Baxımlı olmaq təkcə makyaj deyil, təkcə manikür deyil. Bu özünə hörmətdir. Mən də varam deməyin yoludur. Səni aynada görən bir qadın içindəki gücü xatırlayar. Heç kim sənə gözəl ol demir, amma özün ol deyir. Təmiz bir saç, səliqəli bir geyim, sadəcə bir təbəssüm. Bəzən bu qədər sadədir qadın olmaq. Səni başa düşürəm, yorğunsan, bəzən nəfəs almağa belə fürsət tapmırsan. Amma bil ki, sən təkcə ana deyilsən, təkcə evdar deyilsən, təkcə başqasının həyatını daşıyan, dəyişən biri deyilsən. Sən də bir insansan, sən də bir qadınsan. Saçını daramaq, üzünə krem çəkmək, bir stakan kofeni sakitlikdə içmək, bunlar lüks deyil. Bunlar özünü xatırlamağın yollarıdır. Sən özünü unutduqca içindəki qadın sönür, küskünləşir, yorulur. Bəzən baxımlı qadınlara acıqla baxırlar. Vaxtın çoxdur yəqin deyirlər. Amma heç kimin ağlına gəlmir ki, o qadın axşam hamı yatandan sonra, ev işlərini bitirəndən sonra sadəcə 5 dəqiqəsini belə özünə ayırır. Güzgüdə özünə baxır, saçını darayır, üzünə krem çəkir. Ən azından 5 dəqiqəlik də olsa özünü aynada tapır. Səndən bir xahişim var. Sabah bir 10 dəqiqəni özünə ayır. Saçını darayaraq aynaya bax, dodaqlarına təbəssüm çək və de ki, mən buradayam. Mən hələ də varam. Çünki sən özünə nə qədər baxsan, nə qədər dəyər versən, dünya da sənə o qədər hörmətlə baxar. Qarşına keçib deyirəm, bəhanəni burax, özünü unutma. Çünki sən də vacibsən.